gündən bəri oğullarımızın, əskərlərimizin, zabitlərimizin fədakarlığı başına görə biz yaşamışız da biz nəsiliyat. İndi də 44 gün şəhidlər hesabına bizim balalarımız, oğullarımız yaşasın. Allah bizim şəhidlərə rəhmət, ailəsinə səbir, yoldaşına Allah şəfa versin. Mən şəhid Elmar İbrahimov anasıyam. Elmar evin yeganə övladıdır, nə hərbi südü, nə çarıcı. Bəli, Elmar nə hərbi südü, nə çarıcı. Özü könüllü gedib, müharibəyə qatılıb, 1-2 yaş, ananın xəbəri yoxdur. Ola təcrübdən yazılıb, müharibəyə qatılıb. Allah hamımıza kömək olsun. Yəni ki, mən demək istəyirəm ki, yəni, bu 92'dir, bu 44 günlükdür, onu seçməyi mən xoşlamıram. Yani indi o vaxtı mən Ağdamlıyam, Ağdamdan gəlmişəm də Gülələr yarandı. İlk dəfə bizə Ağdamda Bəxtiyarla əli 18-19 yaşında şəhid oldu ilk dəfə. Onun adını çəkəyim. Yani ki, seçilmə, istəyirəm seçilməyə. İndi dövlət oldu, hərbi oldu, silahlar oldu, adi burada dururdular, 2 kilometre vururdular, özünüz bilirsiniz. Yani dövlət oldu, arxa oldu, torpaqda alındı. O vaxtı kənd alırdılar, əmir gəlir, yuxarıdan oradan çıxardı. Özləri körüllü gedirdilər hamısı. Mən oradan gəlmişəm, bilirəm də nədir, yarandı nədir. Yani o vaxtı bir silah olsaydı, bir hərbi olsaydı, 1 metr ermənlər bura gəlmədi. Bəli, bax onu demək istəyirəm, yəni heç bir seçmədim, 44-lük 92'dir, yəni belə. Allah hamıya kömək olsun, hamıya sağlıqlı.